Kiçik bir mənzil, amma sanki sonsuz bir dağınıqlıq. Çox tanış bir mənzərədir, elə deyilmi? Amma narahat olmayın. Gəlin birlikdə bu xaosa bir son qoyaq və o balaca evinizi əsl dinclik məkanına çevirək. Bilirsiniz də o hissi. Səhər tezdən durmusunuz, tələsirsiniz, amma o vacib əşyanı heç cür tapa bilmirsiniz. Çünki hər şey bir-birinə qarışıb. Və bu qarışıqlıq, inanın ki, təkcə otaqda qalmır. Birbaşa beynimizə təsir edir, əhvalımızı aşağı salır, bütün günümüzü korluyur. Amma, yaxşı xəbərim var. Bütün bunların çox sadə bir həlli var. Həm də heç gözləmədiyiniz qədər asan. Yaxşı, gəlin etiraf edək, problem həqiqətən də var. Amma bilirsiniz necədir? Hər problemin bir həll yolu da mütləq olur. Yox, əlimizdə sehirli çubuq yoxdur ki, bir anda hər şeyi düzəldək. Amma ondan da güclü bir şey var. Ağıllı bir yanaşma və hər şeyin başlanğıcı nədir? Əlbəttə ki, yaxşı bir plandır. Beləliklə, plan, bəs işə hardan başlayaq? Bir dəqiqə dayanın, tələsməyin. Elə indicə qaçıb qutular almaq ya da əşyaları bir küncdən o birinə atmaqla iş düzəlmir. İlk addımımız sanki bir detektiv işi kimidir. Əvvəlcə ərazini, yəni mənzilimizi yaxşıca araşdırmalıyıq. Unutmayın, məkanınızı tanımadan onu fəth edə bilməzsiniz. Baxın, bu 3 sadə addım sizin yol xəritəniz olacaq. Hazırsınız? 1. Ölçürük. Bəli, bildiyimiz o sadə lent ölçənlə. Hər divarı, hər mebeli, hər boşluğu. Bu, sizə vəziyyətin real mənzərəsini verəcək. 2. Gizli xəzinələri axtarırıq. Yəni, o istifadə edilməyən boş yerləri. Məsələn, yatağın altı ya da şkafın ən üstü. İnanın, o yerlər qızıl qiymətinədir. Və nəhayət 3. Başınızı qaldırın, yuxarı baxın. O divarlar var ha, onlar təkcə şəkil asmaq üçün deyil. Onlar sizin şagulə anbarınızdır. İstifadə etməyi unutmayın. Yaxşı, planımız artıq əlimizdədir. İndi isə o planı həyata keçirmək üçün bizə, necə deyərlər, alətlər lazımdır. Yox, qorxmayın, böyük xərcə salan, bahalı təmirə heç bir ehtiyac yoxdur. Söhbət sadəcə hər kiçik küncdən, hər boşluqdan maksimum yararlanmağımıza kömək edəcək bir neçə ağıllı fəndən gedir. Və gəldiyi alət dəstimizin əsl super qəhrəmanına. Bu, çox funksional mebeldir. Baxın, bu sadəcə bir mebel deyil. Bu, kiçik mənzillər üçün əsl gizli silahdır. Təsəvvür edin, həm rahat oturursunuz, həm də içində bir dünya əşya saxlayırsınız. Məncə, bundan daha ağıllı bir həll ola bilməz. Gəlin bir anlıq təsəvvür edək. Qonaq gələndə o əlavə yorğan döşəyi hardansa axtarıb tapmaq əvəzinə elə oturduqları divanın altından çıxarırsınız. Super, elə deyilmi? Ya da oxuduğunuz kitablar masanın üstündə dağınıqlıq yaratmır, çünki masanın özünün rəfləri var. Hətta o çarpayımız var ha, o belə sadəcə yatmaq üçün bir yer yox, mövsümi geyimlərinizi yığdığınız nəhəng bir ambara çevrilə bilər. Gəldi şkaflara. O bizim məşhur qara dəliklərimizə. Qapısını açmağa qorxursan ki, içindəki hər şey üstünə töküləcək. Ya da təcili bir köynək axtarırsan, amma tapmaq nə mümkün. Sanki bir əşya dağının altında əbədi olaraq itib. Bu mənzərə bilirəm ki, çoxumuza tanışdı. Amma qorxmayın, hər qara dəliyin mütləq bir çıxışı olur. Bax, o qara dəliyi, işıqlı, nizamlı bir kosmosa çevirməyin sirri çox sadədir. Bölürük, qruplaşdırırıq və asırıq. Məsələn, çəkməcələrə qoyulan o kiçik bölücülər corabların səhər-səhər yaratdığı xaosa son qoyur. Şəffaf qutular sayəsində nəyin harada olduğunu bir baxışda görürsünüz. Şaquli askıları isə sanki şkafın içində ikinci bir mərtəbə tikir. Nəticə nə olur? Stres yox olur, yerinə isə səliqə və rahatlıq gəlir. Səliqə yaratmaq əslində biraz da kreativ olmaq deməkdir. Düşünün otağın qapısının arxası, boş-boşuna durmaq əvəzinə sizin şərf və çantalarınız üçün əla bir sərgi divarına çevrilə bilər. Ya da mətbəxdəki o maqnit lövhə, bıçaqları həm təhlükəsiz saxlayır, həm də həmişə əlinizin altında olur. Və mənim ən sevdiyim fənlərdən biri qatlanan qutular. Lazım olanda açırsan, olur böyük bir ambar. İşin bitəndə qatlayırsan, olur nazik bir vərəq. Möhtəşəm deyilmi? Yaxşı, bütün bu fəndlər, ideyalar superdir. Amma gəlin bir həqiqəti unutmayaq. Səliqə yaratmaq qısa məsafəli bir qaçış deyil. Bu əsl marafondur. Yəni, bir dəfə evi yığışdırdıq və salam, hər şey ömürlük belə qalacaq deyə bir şey yoxdur. Əsas məsələ, ən əsas məsələ, bunu bir vərdişə, gündəlik həyatımızın bir parçasına çevirməkdir. Bəs bu vərdişi necə yaradaq?
Bunun üçün 3 qızıl qaydamız var. 1. Əşyalarınızla vaxtaşırı söhbət edin. Özünüzdən soruşun, mənim sənə həqiqətən ehtiyacım var? 2. 1 il qaydası. Bu çox önəmlidir. Əgər bir əşyaya tam 1 il ərzində əliniz dəyməyibsə, deməli onunla vidalaşmağın vaxtı çatıb. Və 3. Vidalaşmaq heç də zibilə atmaq demək deyil. Sizin üçün artıq olan bir əşya yaxşı vəziyyətdədirsə, başqa bir insan üçün əsl xəzinə ola bilər. Bunu unutmayın. Və nəticədə görürsünüz ki, bütün bu danışdıqlarımızın məqsədi sadəcə təmiz, səliqəli bir ev deyil. Məqsəd daha dərindir. Məqsəd səhərlər stresslə nəsə axtarmaq əvəzinə dincliklə, rahatlıqla günə başlamaqdır. Məqsəd axşam işdən yorğun arğın gələndə sizi dağınıqlığın yox, hüzurun və sakitliyin qarşılamasıdır. Doğrudan da bu sözlərdə böyük bir həqiqət gizlənib. Evimizdəki nizam əslində birbaşa həyatımızdakı, beynimizdəki nizamdır. Əşyalarınıza nəzarət etməyi bacardığınız an, görəcəksiniz ki, həyatınızın başqa sahələrində də hər şey necə aydınlaşır. Bəlkə də ilk addım elə ən çox gözünüzə sataşan o bircə çəkməcəni səliqəyə salmaqdan başlamalıdır. Nə deyirsiniz? Yaxşı, bəs siz ilk addımı haradan atacaqsınız?